20 yanvar metrosuna piyada 3 dəqiqəlik məsafədə təcili olaraq 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində. 20 yanvar metrosuna piyada 2-3 dəqiqəlik məsafədə yeni inşa olunmuş 19 mərtəbəli Melisa Parkın ASB layihəsində 9-cu mərtəbədə ümumi sahəsi 110 kvadrat olan 3 otağa düzəlmə ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və bu ərazidə yerləşən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və həmçinin bütün yaşayış obyektləri də demək olar ki, binanın ətrafında mövcuddur və bundan əlavə olaraq 3 mərtəbəli yeraltı qaraj da var. Ən əsas məsələlərdən biri də odur ki, mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində. 20 yanvar metrosuna piyada 2-3 dəqiqəlik məsafədə. Melisa Parkın ASB layihəsində. Yeni inşa olunmuş 19 mərtəbəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 110 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi kupçu olan, ipotekaya yararlı olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən, yəni 20 yanvar metrosu ərazisindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 257 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.